Ha dostlar, Sezar'ın kızının 71 günü tamam oldu. 50 gününde birinci peyvendi vurulmuştu. İndi 21 gün sonra ikinci peyvendinde vuracağıq. Bunu size təqdim edeceğim. Nəzir vuracağıq. Mütləq bu prosedurları yerine getirmək lazımdır. Ona göre ki siz bunu etmezseniz itiniz bir xırda bir şeyden, infeksiyadan xəstələnib ölə bilir. Balaca vaxtı ona göre bu tədbirləri mütləq görmək lazımdır. Bunu nəzir edəcəyik. Bu dəraltı vurulacaq peyvəndi. Təbii ki peyvəndən 10 gün qabaq qurt dərmanı verilməlidir. Və bu dərisini belə iki parmağının arasında qaldırırıq və belə vırırıq. Əmin oluruq ki, iğnə dəri ilə əzələnin arasındadır. Всё. Vurdıq, sağ salamat. Tabii gördüğünüz Sezar'ın kızı inşallah sabah ya bir suyun yola düşecek İmişli rayonuna, Angus firmasına. Orada bizi temsil edecek. Yekə Angus inəklərlə qarol çəkəcək. Yani bunun bacısına da bir tane iğne vuraq. Bu da dostlar diğer bacısıdır. Dostum kopya atasını oxşuyur da. Sezar'ın özünü oxşuyur. Çok əli əyi uzun, çok iri bir dişi olacak da bu. Fantastik bir gələcəyi var bunun. Buna da eyni tekrar edirik. Şu güvene aldık bunları. Peyvəndlərini vurduk. Peyvəndən sonra tabii ki bir 10 gün bunları korumak lazımdır. Yağışa, soyuğa, skvoznyaka düşməsinlər. Buna nəzarət eləmək lazımdır. Bu kadar dostlar. Növbəti videolarımızı gözləyəsiniz. Yaxşı maraqlı videolarla çıxacaq qarşınıza yenə.